Heydər Əliyevin xatirəsi qonşu İranda da anılıb. Bunun üçün xüsusilə İranla münasibətlərin qurulmasında Heydər Əliyevin rolu bugün bir daha yada düşüb. Aynısının Tehran bürosundan Nəvid Dənişvərin reportajı bu barədədir. Anım mərasiminə qatılan Azərbaycan səfirliyinin əməkdaşları, İranda təhsil alan Azərbaycanlı tələbələr, İran və Azərbaycan ictimai xadimləri və diaspor fəalları Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Tədbir iştirakçıları Heydər Əliyevin ruhuna Qur'an və dualar oxuyub. Tədbirin davamında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Mərasimdə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov Heydər Əliyevin istər keçmiş Sovet dönəmində, istərsə də müstəqillik əldə etdikdən sonra Azərbaycanın beynəlxalq arenada layiqli yer tutmasındakı xidmətlərindən danışdı. İranın Azərbaycandakı sabiq səfiri Əhəd Qəzai də Heydər Əliyevin İran-Azərbaycan münasibətindəki əhəmiyyətli rolunu vurğuladı. Heydər Əliyev o şəraitdə, o mövqeyiyyətdə, o işləri ki görübdü Azərbaycana, o siyasi hərəkətləri ki eləyibdi, xüsusən İran-Azərbaycan münasibətində izləri ki qoyubdu. Bu yeni nəslimiz bunları görməyi, bilməyi, eşitməyi gələcək üçün, iki ölkə üçün, iki ölkənin münasibəti üçün çox faydalıdır. Anım mərasimin davamında ehsan süfrəsi açıldı.